Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed və əcilli və riqqəl fərəz. Hər birinizə Allahın salamı, rəhməti və bərəkəti olsun, əziz xanımlar. Quran-ı Kərim dərslərimiz davam edir. İkinci dərsimizdəyik və bugün ərəb əlifbasının haqqında məlumat vermək istəyirik. Bildiyiniz kimi, Quran-ı Kərimdə Yusif surəsinin 2-ci ayəsində buyurulmuşdur ki, biz onu ərəbcə bir Quran nazil etdik ki, bəlkə düşünəsiniz. Ümumiyyətlə, Quran-ı Kərim ona görə ərəb dilindədir ki, dillər içərisində ən zəngin dildir və Quranın əfzəlliyini, onun cazibəsini ifadə etmək üçün ərəb dilindən istifadə olunub. Quranın tərcüməsi ilə yanaşı onun təfsiri ilə maraqlanmaq bu səmavi kitabdakı ilahi nidaların dərinliklərinə varmaq imkanı yaradır. Şübhəsiz bu səmavi kitabı öz yazı xətti ilə, yəni ərəb yazı xətti ilə üzündən oxumaq istəyənlər ərəb əlifbasını və bu dilə xas olan müəyyən qiraət qaydalarını öyrənməlidirlər. Unutmamaq lazımdır ki, ərəb əlifbasını öyrənib Quranı üzündən oxumaq Quranla tanışlığın astanası sayılır. Quran maarifinə yiyələnmək istəyənlər onu düzgün oxumaqla yanaşı, oxuduqları sözlərin və cümlələrin mənasını bilməlidirlər. Bunun üçün ərəb dilini və onun bədii üsullarını öyrənmək və bilmək tələb olunur. Ərəb dilini bilməyən və öyrənmək imkanı malik olmayan Azərbaycanlı müsəlmanlar isə ən azı Quranın Azərbaycan dilinə tərcümə olunmuş nüsxələrini oxumalı və Allah Təalanın bizə göndərdiyi nidaların nədən ibarət olduğunu bilməlidirlər. Yəni, əslində biz Quranı öyrənərkən sırf ərəb dilini öyrənmiş sayılmırıq. Quranı öyrənmək üçün, yəni oxumaq üçün ərəb dili hərfləri, əlifbasını və hərəkələri, qaydaları, təcvid qaydalarını öyrənmiş olacağıq. Ərəb dili qrammatikası isə fərqlidir. Bu cür cədvəl sizin üçün hazırlamışıq. Bu cədvəldə əlif hərfin adıdır, B Azərbaycan dilində, T və S. Bu hərflərin sadəcə olaraq Azərbaycan dilində adıdır. Əlif hərfi bu cür düz xətt kimi yazılır və iki şəkilli hərfdir. Bu isə birləşən formasıdır. Bir də əlinizi sağdan sola yazmağa öyrəşdirin. Əlif hərfi iki cür yazılır, təkdə gələn forması və özündən əvvələ birləşir, özündən sonraki birləşməyən hərfdir. Digər hərfimiz B hərfidir. Təkdə gələn forması, əvvəldə gələn forması, ortada gələn forması və sonda gələn forması. 4 şəkillidir. Eyni ilə T-də. 2 nöqtəsi var T-nin. Bir də hərfləri bir-birindən ayırt etmək üçün ərəb əlifbasına hərflər bir-birinə çox bənzəyir. Sadəcə ayırt etmək üçün nöqtə fərqi olur. T hərfi 2 nöqtəsi var. T hərfinin 2 nöqtəsi var. T hərfi əvvəldə gələndə, T hərfi ortada gələndə və T hərfi sonda gələndə. Eyni hərfdir demək olar, ancaq 3 nöqtəsi var. S hərfi əvvəldə gələndə, S hərfi ortada gələndə və S hərfi sonda gələndə. Bu 4 hərfimiz ərəb əlifbasının ilk hərfləridir. Əlif, B, T, S. S hərfinin bir özəlliyi var ki, Azərbaycan dilindəki sığdan seçilir. Dil üst dişlərə sıxılaraq pəltək və incə tələffüz olunur. Əlif hərfi də incədir, B, T, S. Hamısı incə hərfdir. Çünki əlif deyərkən dodaqlar incə vəziyyəti alır. Eyni ilə B və T, S-də də. S isə incə, ancaq pəltək hərfimiz oldu. Bugünkü dərsimiz bu qədər. Allahdan hər birinizə müvəffəqiyyət arzu edirik. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.